Hamıya salam dostlar. Bugün sizlərə cihazınızda necə daha cihazınızın verdiyi FPS-dən daha yüksək FPS necə ala biləcəyinizi göstərəcəm. Bununla əlaqəli əvvəllər bir dəfə video çəkmişdim. Lakin artıq gələn 3.7 güncəlləməsi ilə o proqram yaxşı işləmir, həm çətindir, həm də ki, hər oyuna girib çıxandan sonra 120 FPS deaktiv olurdu. Buna görə yeni bir video çəkmək qərarına gəldim. Bu videodakı proqramla çox rahatdır, lakin bəzi telefonlarda, bəzi cihazlarda bu proqram işləmir. İşləməməyinə görə narahat olmayın, çünki əgər yaxşı bir bəyəni sayı istek gəlsə, onun da həll yolunu çəkəcəm. İndi mən cihazım neçə FPS verir? Mənim cihazım 45 FPS verir. Sabit 40-da qalır, 38-39. Kasma yoxdur. Sizin də əgər cihazınız reklam deyil, bunu əvvəlcədən deyim, Infinix Note 30, Tecno Spark 20 Pro kimi cihazlardırsa bunu rahat edə bilərsiniz. Həm də ki, əvvəlki proqramda ayarlarınız sıfırlanırdı, çox pis olurdu və ayarlarınızı, qrafik ayarlarında bir şey dəyişdirmək istədiyiniz vaxt pozulurdu. Qrafik 120 FPS pozulurdu. Ona o qədər pis olduğunu düşündüm. Bir də ki, ban riski qətiyyən yoxdur. İndi keçək proqramımıza. Baxın dostlar, PGT Free. Bunun pullusu da var, amma o heç bir şey yaramır. Siz birbaşa Play Marketdən PGT Free-ni yükləyib daxil olursunuz. Aha, burada oyun değişkəni, burada qlobalı seçəcəksiniz. Çünki biz PUBG Mobile oynayırıq və bu qlobal oyundur. Çözünürlükü default qoyuruq. Qrafiklər. Baxın, qrafiklərə HDR. Ya da gəlin çözünürlüyü belə deyək, ən axıra qoyaq. Stil, Classic, Colorful, FPS 60, gölgə açıq, telefonu maksimum dərəcədə çətinə saldıqda. Belə etdikdən sonra uygulaya basırıq. Burada grant var. Deyir ki, izin gerekli Android 11'dən plus olmalıdır. Android 11'dən yuxarı olmalıdır. Siz indi burada problem, çox cihazda burada problem yaranır. Bir dəqiqə uygulaya basım yenidən. Grant dedikdə sizə belə bir yer atacaq, buna bənzər belə. Və bura gəldiyiniz zaman bu klasörü kullan seçeneği aşağıda sizdə etkin olmalıdır ki, siz bunu bacara biləsiniz. Amma burada bu klasörü kullan bəzi cihazlarda olmur və bunun həll yolu var. Dediyim kimi, bəzilər əgər kimdə problem çıxsa, şərhlərdə mənə bildirməlidir və mən də yeni bir video çəkəndə orada izah edəcəm. Çox asan da olsa əgər, çox shorts videosu kimi də paylaşa bilərəm. İndi biz buradan hər hansısa bir klasöra daxil olub, bu klasörü kullan dediyinizdə alınmır. Mütləq buradan sizə ilk açılan həmən bu yerdəki klasörü kullanmalısınız. Yenidən uygula. Dostlar, indi buradan uygulaya basandan sonra, devam etə basandan sonra sizə reklam verəcək. Və çalışma oyunu. Bura basırıq. Oyun açılır. Və artıq sizdə HDR 60 FPS alınacaq. Əgər alınması yenidən, yəni orada sizdə dostlar 45 FPS göstərəcək. Orada siz qrafiklərə girəndə görəsiniz ki, bu nədir? Aşırı yüksəkdədir. Ancaq siz oynayanda fikir verəsiniz ki, artıq bu 60 FPS-dir. Siz oynayanda onu görəsiniz. Dostlar, gördüyünüz kimi 60 FPS HDR test eləyək. Bir eğitim sahasında test edəcəm. Bir də ki, arena maçı girəcəm. Dostlar, canlılığa baxın. Canlılığa baxın dostlar.
3x götürdüm. 3x parlayır bildirir. Baxın, mən xoşuma gələnlər belə. Üzerine bakın. Sağ olun.